qardaşım, Allah canı sağ eləsin. Dediyim kimi də motivatorun ilk sıfırını biz başlamışıq da. Bilirsən inşallah ki. Və orada siz elə bir şey və arzularımızı dedik ki, motivator həqiqətən böyüyəcək. Çünki niyə o söz dedim? Mən tanıyırdım. Hansı niyyətlə yanaşır, hansı ürəyi yiyəsidir. Mən inanıram ki, ən güclü kanal deyim, veriliş deyim. Yəni biz inanırıq ki, bu ən güclülərdən olacaq. İnşallah. Necə bizim tələbələrimiz çempion olur, güclü olur və motivator az Instagram səhifəsində və dünyada məşhur olacaq. Yəni ki, məqsədlərimiz seviləcək. Çünki siz elə bir sağlam iş görürsünüz ki, qardaş, biri var ki, olanı çəkir, bilirsiniz, sıfırdan gələn insanları hər bir sahədə olursunuz, xalq olaraq çatdırırsınız. Ona görə siz hər an öndə olarsınız, hər an da çempion olarsınız. İnşallah. Çox uğurlar sizə. Bu günlərində motivatorda çəkiliş eləmək üçün ölkədə adamlar var ki, özləri xahiş edirlər ki, bir dənə denəndə mənə çəksin, bir dənə denəndə mənə çəksin. İstər iş adamı olsun, istər bəzi ilmanslar olsun, artıq özləri xahiş edirlər ki, misal bir dənə mənə çəksin. Böyüyəsiz hər zaman qardaş, dünya səviyyəli olasınız. Elə bu cür necə gedişatla gedəsiniz, ancaq dəstəklə məşğul olasınız. Dövlətə nə xeyir verirsə, onun dəstəklə məşğul olasınız. Allah canı sağ eləsin. Hər bizi salamlayıram. Rüfət bəy, çox sağ ol. İlk növbədə sizi təbrik edirəm motivatoru. Bugün 5 yaşınız tamam olur. Hər zaman sizə uğurlar arzu edirəm. İnşallah sevinək sizin uğurlarınıza hər il. İlk yadınıza gəlir. Mən sizə dedim ki, sizin motivatoru çox böyüyəcək, şaxələnəcək və dünyada tanınacaq və ona doğru gedirik. Çempionlarımızla təbrik edirik. Ümumiyyətcə, bayrağımızı qaldıran, səsləndirən hər kəs bizim sevimimizdir. Bu anı yaşamaq tam başqa bir şeydir. Dünyada ən şərəfli iş mənim üçün odur. Himn səsləndirmək, bayraq dalğalandırmaq. Çox sağ ol, təşəkkür edirəm.